1989-cu il azadlıq hərəkatının gücləndiyi dövr. Bəstəkar Aydın Əzim Azərbaycan xalqına 70 illik fasilədən sonra Azərbaycan dövlət himninin musiqisini yenidən ərmağan etdi. Belə ki, bəstəkar Üzeyir bəyin qələmə aldığı Azərbaycan marşını aranjman edərək simfonik orkestr və xor üçün işlədi və bərpa etdi. Dahi bəstəkarımız Qara Qarayev Aydın Əzim haqqında bu kiçik, lakin çox dəyərli bir ifadəni işlətmişdir. Mənim sinfimin brilyantı. Yer üzündə mən böyük bəstəkar yoxdur ki, mahnısı olmasın. Yoxdur belə bir şey. Çünki mahnı bəstəkarın ilk təmasıdır. Öz dinləyiciləri ilə. Bu bir və musiqi ilə ilk təmasıdır. Sözlə musiqinin vəhdəti bəstəkarlıq sənətinə çox məxsusdur. Və ona görə mahnı janrını elə bilmək ki, çox asan yolla, çox kolay gələn bir janr deyil. Gözlərim yaşlı-yaşlı, tarım sarısına, yarım anım, ay, aman, neşəm, nə də çox həzin. Azərbaycanın tanınmış ifaçıları bəstəkarın Ağ tut, Aylı gecə sərin olar, Gəl ayaz günləri, Gəraylı kimi bir sıra mahnılarına müraciət etmişdir. Aylı gecə sərin olar mahnısı isə bəstəkarın yetirmələri tərəfindən yenidən aranjman olunmuş və ona ərmağan olunmuşdur. Bəstəkar 1996 və 2005-ci illər ərzində ölkəmizin hüdudlarından kənarda Mersin Universitetinin Dövlət Konservatoriyasında fəaliyyət göstərmiş və burada bəstəkarlıq kafedrasının qurucusu olmuşdur. 2000
2006-cı ildən etibarən Aydın Əzim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında öz pedaqoji fəaliyyətini davam etdirir və burada istedadlı gəncləri yetişdirir. Bəstəkarın yaradıcılığı haqqında danışarkən onun kino sahəsində aktyor kimi fəaliyyətini də xüsusilə qeyd etməliyik. Aydın Əzim 1981-ci ildə çəkilmiş Uzun ömrün akordları filmində, 1996-cı ildə çəkilmiş və Üzeyir bəyin musiqisi əsasında hazırlanmış Leyli və Məcnun film operasında, daha sonra isə 2012-ci ildə çəkilmiş Sir serialında müxtəlif rolları canlandırmışdır. Aydın Əzim yaradıcılığının böyük bir hissəsini teatr musiqisi təşkil edir. Bəstəkar bir sıra quruluşçu rejissorlarla işləmiş, maraqlı teatr musiqisi incilərini yazmağa müvəffəq olmuşdur. Aydın Əzim musiqisinin qayəsi Azərbaycan xalqının milli mənəvi dəyərləri ilə bağlıdır. Onun bütün düşüncələri və fəaliyyəti yalnız bir məqsədə xidmət edir. Azərbaycanın zəngin musiqi irsini bütün qəlbi və ruhu ilə duymaq, sevmək, sevməklə yanaşı yorulmadan bu dəyərlər uğrunda çalışmaq, onu inkişaf etdirmək, qorumaq, tədqiq etmək və təbliğ etmək.